Salam uşaqlar, bugünkü dərsimiz iri tayfa birlikləri və dövlət qurumlarıdır. Eradan əvvəl 3-2 minillikdə Azərbaycanda olan tayfa birlikləri iri tayfa ittifaqları yaratdılar və yeni otlaq sahələr ələ keçirmək uğrunda mübarizə apardılar. İndi baxaq Azərbaycanda mövcud olmuş türk dili tayfalara. Naxçıvan və Mil Qarabağ ərazisi Naxçı Gərgər, Urmiya gölünün qərbində Kuti, Urmiyanın cənubunda Lullubi, daha sonra Urmiyanın cənubunda Turukki, Xəzər dənizi ətrafında Kaspilər, Qızılüzən çayında Kadusilər və Urmiyanın cənubunda Su tayfaları. Deməli, bir də baxaq. Naxçı Gərgər, Naxçıvan Mil Qarabağda, Urmiya gölünün qərbində Kutilər, Urmiyanın cənubunda Lullubi, Turukki və Su tayfaları, Xəzər dənizi ətrafında Kaspilər, Qızılüzən çayında isə Kadusilər. Bir də indiki kitablardan çıxarılıbdır, 2024-25-26-cı nəşrlərdən çıxarılıb. Hurrilər var idi, onlar da Zagros dağı ətrafında yaşayırdılar. Daha sonra burada belə bir mənbə var, deyir ki, eradan əvvəl 836-cı ildə Asur hökmdarı 3-cü Salmanasar qələbə çala-çala Gərgər ölkəsinə gəlib çatıb. Daha sonra eradan əvvəl 716-cı ildə Mannaya hücum edibdi. Gərgərlər Araz çayının sağ və sol vadisində yaşamış türk tayfaları olmuşdular. Daha sonra Kuti, Lullubi və Mesopotamiya ilə iqtisadi mədəni əlaqələr yaratmışdılar. Hətta Strabonun məlumatına görə Qafqazda yaşayan qədim türk tayfalarından biri də Gərgərlər olmuşdular. Gərgərlərlə Qarqarlar kök etibarilə eyni qola aiddirlər. Daha sonra baxaq Lullubilərə. Lullubilər dediyimiz kimi Urmiyanın cənubunda yaşamışdılar. Lullubi Su-Turukki tayfa ittifaqı yaratmışdılar. Bu tayfa birliyinə hakimlər başçılıq edirdi. Maldarlıq və dəmiyə əkinçiliyi ilə məşğul olurdular. Cins atlar yetişdirirdilər. Mesopotamiya ilə ticarət əlaqələri saxlayırdılar. Daha çox Mesopotamiyanın Nuzi şəhərində yaşayan hurrilərlə mal mübadiləsi aparırdılar. Şumer mədəniyyətinin təsirinə məruz qalıblar. Onlarda mixi-yazı sistemini mənimsəyiblər. Səma, bərəkət, məhəbbət və ay günəş tanrılarına sitayiş edirdilər. Bu Lullubilər haqqında qısa məlumat. İndi bir daha möhkəmləndirək. Azərbaycanda eradan əvvəl 3-2 minilliklərdə tayfa ittifaqları yaradılmışdı. Onlar otlaq sahələri ələ keçirmək uğrunda bir-birilə mübarizə apardılar. Azərbaycanda mövcud olmuş tayfalar Naxçıvan və Mil Qarabağda Naxçı Gərgər, Urmiyanın qərbində Kutilər, Urmiyanın cənubunda Lullubi, Turukki, Su tayfaları, Xəzər dənizi ətrafında Kaspilər və Qızılüzən çayının aşağı axarında isə Kadusilər, bir də dediyim kimi Zagros dağı ətrafında Hurrilər. Daha sonra Lullubi, Su-Turukki tayfa birliyi yaratdılar. Bunlara hakimlər başçılıq edirdi. Əhalisi maldarlıq, dəmiyə əkinçiliyi ilə məşğul olurdu. Cins atlar yetişdirilirdi. Mesopotamiya ilə ticarət əlaqələr saxlayırdılar. Xüsusilə Nuzi şəhərində hurrilərlə mal mübadiləsi aparırdılar. Şumer mədəniyyətinin təsirinə məruz qalıb, mixi-yazını mənimsəyiblər və səma, bərəkət, məhəbbət, ay, günəş tanrılarına sitayiş ediblər. İndi baxaq dövlət qurumlarına. Arad da dövlət qurumu, düzdür, bu abituriyentlərə düşmür, amma bəzi əsas məqamlara baxaq. Deməli, Arad da eradan əvvəl 3-cü minilliyin birinci yarısında yaranıb, Urmiyanın cənub-şərqində yaranmışdır. Qədim şərqin ən qədim dövlət qurumlarından biridir. Ensür rütbəsi daşıyan hökmdar tərəfindən idarə edilirdi. Hərbi məsələlər məclislərdə müzakirə edilirdi. Son qərarı hökmdar verirdi. Əhalisi daha çox əkinçiliklə məşğul olurdu. Şumerlərlə mal mübadiləsi aparırdılar. Arad da ustaları Şumerlərə məbəd tikmək üçün gedirdilər. Daha sonra iki çay arasına qiymətli metallar, lacivənd daşı, tikinti materialları göndərilirdi. İki tanrıya sitayiş edilirdi. İnanla, bərəkət və məhəbbət ilahəsi, İlahə Lama isə Aradların mühafizəçisi sayılırdı və dinə Maşmaş adlı kahin başçılıq edirdi. Daha sonra burada lacivənd daşı haqqında mənbə var. Deyilir ki, Şumer Akkad dastanlarında rast gəlinibdir bu daşın adına və 14-15-ci əsrdə yaşamış Azərbaycan alimi Əbdürrəşid Əl-Bakuvi də Təbrizdə Səhənd dağı ətrafında lacivənd daşının olduğunu da qeyd edir. İndi gələk Lullubi dövlət qurumuna. 3-cü minilliyin ikinci yarısında yaranıbdır İmaşqun tərəfindən. İmaşqun Lullubu mölkəsinin padşah adlanmışdı. Xırda hakimləri mərkəzə tabe etmişdi və dövləti vilayətlərə bölmüşdü. Ən güclü hökmdar Anubani olmuşdu. Onun dövründə dövlətin ərazisi daha da genişlənmişdi. Daha sonra dövlətin sərhədləri Urmiya gölündən Diyala çayına qədər axırdı. Diyala çayı da Dəclə çayının bir qoludur. Çoxqollu elə bir çoxlu qollara ayrıldığına görə ölümə məhkum olmuş çay adlanır. Daha sonra Anubaninin uğurları daş sütunu, qələbə sütunu üzərində əks edilmişdi. İlk yazılı abidədir bu. Mixi yazı ilə tərtib edilmişdi. Bu abidə onu göstərir ki, qədim Lullubilərdə
yazı yazan mirzələr və daşyonan ustalar olmuşdu. Bu abidədə baş tanrı Amun olmaqla digər tanrıların da Akkad dilində adları çəkilir. Deməli, bunu da bildik. Lullubilər 3-cü minilliyin ikinci yarısında İmmaşqun tərəfindən yarandı. Bu testdə çox düşür. Bax, yadınıza qalsın, İmmaşqun yaradıbdı dövləti. Xırda hakimləri mərkəzə İmmaşqun tabe edibdi. Anubaninin dövründə isə dövlətin ərazisi daha da gücləndirilibdi. Ərazi Urmiyadan, Urmiyanın cənubundan Diyala çayına qədər əraziləri əhatə edibdi. Daş sütun Anubaniya aiddir. Daş sütun Mixiyədir. Daha sonra gələk, burada mənbədə tanrılar haqqında məlumat verilir. Anun baş tanrı, daha sonra Antun, İntil, Nintil, Adad, İştar. Bu tanrılar haqqında Anubaninin sarı pulda Zühab dağı ətrafındakı Akkad dilində qaya üstü relyefində məlumat verilmişdir. Daha sonra Azərbaycanı ələ keçirmək istəyən Akkad hökmdarı Naram Suyen Lullublər üzərinə yürüş etmişdir. İlk yürüşlərdə uğur qazansa da, sonraki 3 yürüşdə Lullublər tərəfindən məğlub edilmişdir. Daha sonra baxaq Kuti dövlət qurumuna. Kuti dövlət qurumu da Lullub ilə eyni vaxtda 3-cü minilliyin ikinci yarısında yaranmışdı Urmiyanın qərbində. Eradan əvvəl 23-cü əsrə aid qaya üstü relyefdə Lişir Piri adına təsvir vardı. Ərazi Urmiya gölünün qərbindən İran körfəzinə qədər uzanmışdı. Akkadlarla mübarizə aparmışdı. Hətta onun ordusunu məğlub etmişdi. Şumerlərlə dostluq əlaqələr aparmışdı. Şumer şəhər dövlətlərinin himayədarına çevrilmişdi. Ən əsası demokratik əsaslarla idarə edilirdi. Hakimiyyət seçim yolu ilə olmuşdu, irsən deyildi. Hakimiyyət ağsaqqallar və tayfa başçılarının iştirak etdiyi məclis seçirdi. Daha sonra əhalisi Turukki və Su tayfalar kimi Ay Allahı, məhəbbət və məhsuldarlıq ilahələrinə sitayiş edirdilər. Eradan əvvəl 22-ci əsrdə Kutilər Mesopotamiyaya hücum etdi. Nəticədə Akkad dövləti süqut etmişdi. Qeyd edim ki, Akkad imperiyası tarixdə yaranan ilk imperiyadır. Yadınızda qalsın. Akkad dövləti süqut etdi və Şumerləri 100 ilə qədər öz nəzarətində saxladı Kutilər. 100 ilə qədər hakimiyyətləri dövründə məbəd tikintiləri davam etdirildi. Ölkəni Şumer Akkad canişinlər idarə edirdi. Şəhərlərarası toqquşmalara son qoyuldu. Ticarət yollarında əmin-amanlıq yarandı. Ölkənin idarəçiliyinin yerli məmurlara həvalə edilməsi Kutilərin iki çay arasında mövqeyini zəiflətdi. Eradan əvvəl 22-ci əsrin sonunda cəmi 40 gün hakimiyyətdə qalan Trikana qarşı üsyan baş verdi. Nəticədə Trikan taxtdan salındı və Kutilərin iki çay arasındakı hakimiyyətinə son qoyuldu və onlar Urmiya gölü hövzəsindəki öz əvvəlki qüdrətlərini itirdilər. İndi gələk Turukki və Aşşur savaşlarına. Eradan əvvəl 3-cü minilliyin sonlarında Lullubi-Kuti dövlət qurumu xırda vilayətlərə parçalandı. Bu zaman Su və Turukki tayfaları müstəqillik qazandılar. Onlar Kuti, Lullubi və Şubar tayfaları ilə birlikdə müstəqil siyasət yeritdilər. Urmiya gölündə mühüm siyasi qüvvəyə çevrildilər və Aşşurlara qarşı mübarizə aparmağa başladılar. Hətta Aşşurun Şuşara vilayətini ələ keçirdilər. Daha sonra Babil hökmdarı Hammurabinin dövründə isə onlar Babilistan ərazisində məskən saldılar. Daha sonra burada Akkad hökmdarı Naram Suyenin mənbələri var. Onun stelası üzərində olan mənbələr var. Günümüzə qədər gəlib çatan. Bunu da qeyd edim ki, Naram Suyenin stelası Parisin Luvr muzeyində saxlanılır. Stela isə üzərində təsvir olan qədim daş deməkdir. Və yenə də deyirəm, Parisin Luvr muzeyində saxlanılır. Daha sonra 2-ci minilliyin sonlarında Aşşur hökmdarı 1-ci Adad Ninari Azərbaycan ərazisinə hücum etdi. Kuti, Lullubi, Su tayfalarını məğlub etdi, öz təsiri altına saldı. Və bu da onu göstərir ki, artıq Azərbaycanda ümumi düşmənə qarşı birləşmək vacib idi bu dövrdə. Daha sonra burada Kuti, Lullubi dövlət qurumları üçün oxşar cəhətlərə baxaq. Hər ikisi də 3-cü minillikdə yaranmışdı. Azərbaycan cənubunda idi. Kuti Urmiya gölünün qərbində, Lullubi isə cənubunda meydana gəlmişdi. Hər ikisi türk mənşəli idilər, Mesopotamiya ilə əlaqələr saxlamışdılar. Akkadlarla mübarizə aparmışdılar, çox tanrılı idilər və 3-cü minilliyin sonunda isə xırda vilayətlərə parçalanmışdılar.